Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məlik Həsənov küçəsində marşrutdan hardasa 250-300 metr məsafədə, demək 3.5 sotun içində şəxsi inşa olunmuş bir həyət evimiz satışa çıxıb. 3 otaqlıdır, hörmətli izləyicilər. Ev həqiqətən çox keyfiyyətli, monolitlə inşa olunmuş bir evdir. İndi nəzərinizə çatdıracağım. Demək, ev sahibi burada 6 sotdan çox olan bir torpağı alıb, 2 dənə özünə ev tikiblər. Birini satışa çıxardı. Bunu nəzərinizə çatdırım. Bax, bu ev gördüyünüz kimi 6 qarajdır. Həyətyanı sahəsində belə gördüyünüz kimi İncil var, 2-3 dənə ağacı var. Həyətdə genişdir, ürəkaçandır. Ev sahibi bax buradan hasarı çəkir, darvazasını özü qoyacaq. Qiymətin içində, dediyim qiymətin içində evin təmiridir, demək keyfiyyəti, hər şey qaydasındadır. Bunu nəzərinizə çatdırın, baxın. Bax, ev monolitdir, görürsünüz, ətraflı hər yeri monolitdir. Evin keyfiyyətini sizə nəzərinizə çatdırım ki, bax, belə buraları da belə betonla tökdürüb ki, əyilməzat getməsin. Evin yəni hər tərəfinin içində keçmək mümkündür. Burada qaraj hissəsidir. Qaranlıqdır deyə göstərəmirəm. Evin hər tərəfi monolitdir. Qoşa daşdır. Bu hissəsi də gördüyünüz kimidir. Artıq şeyləri qladovkaza düzəldə bilərsiniz buradan. Həyətin də genişliyin belə çəkirəm. Gördüyünüz kimi həyəti də geniş, ürəkaçan. Yenə qeyd edirəm. Bax, oradan düz hasarı çəkir, darvazasını ev sahibi qoyur. Kommunalları, işığı, qazı var. Əsas odur, suyu da mümkündür. Yan tərəfinə də buradan keçmək mümkündür. Keçək indi evin içi ilə tanış olağın. Həyətyanın sayını bir dənə də buradan çəkirəm. Baxın, görün nə qədər həyəti var. Mərkəzə yaxın ərazidir. Məlik Həsənov küçəsi də yerləşir. Məktəbə zada mərkəzi Ağsaray. Demək, hörmətli izləyicilər, girən kimi gördüyünüz kimi istipoldur ev. Dəhlizi geniş. Burada şkaf yığması var, arizə belə bir yer qoyulub. Sol tərəfdə geniş sanuzel. Yuxarılar asma tavandan yığılıb. Ev sahibi özünü elətdirdiyi üçün keyfiyyətli materiallardan istifadə edib. Burada mətbəxdir. Mətbəxi də gördüyünüz kimi istipol. Təxmin oradasa 14 kvadrata yaxındır. Ağ qapılardan, yəni ucuz qapılardan istifadə olunmayıb. Burada bir uşaq otağıdır. Ayaqaltı hamısı, bütün otaqların hamısı istipoldur. Yəni bunu nəzərdə çatdırın ki, ətraflı məlumatınız olsun. Burada qonaq otağıdır. 4-ün 6-6.50 olar, bəlkə də 7 metrdir. Ev havalanmaya da uyğundur. Gördüyünüz kimi də pəncərələri açıq. Tam bütün otaqlarından evin içinə işıq düşür. Burada qeyd elədiyim kimi 16-4-ün 4-də burada da bir yataq otağıdır. Hörmətli izləyicilər, ev haqqında bütün məlumatlarını sizin nəqlimatda sizə çəkdim, göstərdim. Gördüyünüz kimi də bütün nə varsa hamısını dedim. Otaqlar hamısı istipol. Yəni burada gördüyünüz kimi aksesuar yoxdur. Fikir verirsiniz, hamısı ayaqaltıdan. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmana köməklik göstərə bilərik. Evin qiymətinə keçək. Sənədi də hörmətli izləyicilər, adres ünvan olacaq. Propiska ilə. İndi sənədində ola bilsin, bələdiyyə sənədini dəqiqləşdiribsə, zəng vuran zaman məlumat verəcək. Gördüyünüz kimi qiyməti də, hörmətli izləyicilər, evin keyfiyyətində problem yoxdur. 3.5 sota yaxındır. Evin qiyməti də 125.000 start qiymətdir. 125.000. Şəxsi tikili, torpağı böyüdür, mərkəzə yaxındır, Məlik Həsənov küçəsindədir. Yəni yeri yaxşı yerdir. Real alıcı olsa indirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi dedi, hörmətli izləyicilər. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halana da xeyir versin.